Salamlar hər kəsə. Miqdə ədəbiyyatdan yeni əsərlər əlavə edildiyindən xəbəriniz var yəqin ki. Bu əsərlər demək olar ki, hamısı 6-cı sinif ədəbiyyat dərsliyindən salınıb. Məncə say bərabərliyi qorunub saxlanıb, çünki nə qədər əsər çıxarılıbsa, bir o qədər əsər əlavə edilib. Baxaq əsərlərə. Deməli, birinci başlayaq Su Həsrət əfsanəsindən. İşğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir, tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdır. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar, başlar sinəyə enmiş, addımlar ağırlaşmışdır. Qaçqınların arasında çoxlu gənc var. Onlardan ikisi qardaş və bacı karvanın lap sonunda yanaşı addımlayır. Arabir başlarını qaldırıb ümid dolu nəzərlərini irəli zilləyirlər. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur, onu özü ilə aparır. Bir neçə gün sonra hərəkət etmək daha da çətinləşir. Qız artıq əldən düşüb, gedə bilmir, ayaq üstə tab gətirə bilməyib yıxılır. Əsən xəzri narın qumu qızın qara gür saçlarına doldurur. Göz yaşlarında islanmış qum ağırlaşır. Yaşca böyük olan qardaş bir anlığa ayaq saxlayır, əyilib bacısını qolları üstünə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. 3 gündən sonra oğlan da taqətdən düşür, daha hərəkət edə bilmir. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc huşsuz bacısını ehtiyatla yerə qoyur. Diz çökür, əllərini göyə qaldırıb yalvarır. İlahi, kömək əlini bizdən əsirgəmə. Uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Qəhər onu boğur. Gəncin qara gözlərində 2 damla yaş görünür. Damlalar yerə düşür. Birdən-birə yer aralanır, bulaq suyu fəvvarə vurur. Ceyranın həyatı xilas olur. Lakin acı talih qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvanın izinə düşüb onu bulaq başında haqlayır. Düşmən atlıları bulaqdan axan gür, şəffaf suyu görüb heyrətlənirlər. Su onlar üçün də həyat demək idi. Sayca çox olan amansız düşmənlə döyüş başlanır. Məğrur Ceyran düşmən atlılarının yaxınlaşdığını görüb gözlərini göyə qaldırıb yanıqlı səslə deyir: "Uca Tanrı, məni daş elə, qaya elə." Düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı Ceyran bir göz qırpımında daş heykələ çevrilir. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Onlar həyəcan içində su, qayıt deyə qışqırmağa başlayırlar. Düşmənlər özlərini bulağa yetirəndə səhra bulaq suyunu artıq soğurub qurtarmışdı. Yəni, çox asan bir əsərdir, həm də qısadır. Deməli, təhlilinə sadəcə əfsanə janrı ilə bağlı məlumat yazıblar. Yəni, əfsanə janrının xüsusiyyətləri barədə məlumatımız zaten var. Əfsanələr nə ilə bağlı olur? Təbiət hadisələri, geçmişdə baş verənlər, xalqın həyatı, məişəti, adət-ənənəsi ilə bağlı olur. Yəni, əfsanə ilə nağılın həm oxşar, həm fərqli cəhəti var. Hər ikisində sehirli qüvvələr, möcüzəli hallar olur. Bu, onların oxşar xüsusiyyətləridir. Əfsanələrdə də nağıllarda olduğu kimi insanlar daşa, bulağa, qayaya çevrilirlər. Nağıllarda bu sehirli qüvvələrin, əfsanələrdə isə söz, arzu, alqış, qarğış sayəsində baş verir. Yəni, nağıllarda bu şeyləri yerinə yetirən sehirli qüvvələr olur, amma əfsanələrdə isə söz, arzu sayəsində olur da, yəni dua sayəsində. Əfsanələrdə adı çəkilən yer, qaya, çay, bulaq və s. maddi varlıq kimi mövcud olur. Nağıllarda isə belə hala rast gəlinmir. Yəni, bu da nağılla əfsanənin fərqi. Bu qədər. Deməli, buradan miqə necə bir sual salına bilər? Hadisələrin ardıcılığı ilə bağlı yəqin sual salınır. Sonra gənc qız Ceyran ölümdən necə xilas olub? Düşmənlər karvanla necə rəftar edirdilər? Taqətdən düşmüş gənc oğlanın keçirdiyi hisslər nə idi? Karvanla irəliləyən insanlar üçün ən böyük təhlükə nə idi? Bu, belə çox sadə, xırda, primitiv suallar ola bilər, amma oxşarlıq kimi verə bilər digər əsərlərlə. Bax, məsələn, bu ola bilər. Çünki burada elə də miq üçün sual yoxdur, belə deyim. Bu elə 6-cı sinif uşaqları üçün suallardır. Miq üçün buradan bir sual tapa bilmirəm. Ola bilər ki, oxşarlıq olaraq verilə bilər bu əsər.